Özünüz ayda heç olmasa 2000 manat qazanırsınız. Reelslərimin birində şərhə belə bir şey yazmısınız. Mən 7 ildən çoxdur ki, bu sahədəyim və bu sahə sayəsində heç kimin köməyi olmadan çox şey etmişəm. Maldivlərə səyahət etmişəm. Türkiyə dəfələrlə özüm və qaynanamı, anamın uşaqları gətirmişəm. Dayısını almışam, iPhone almışam. Özümə işimdə lazım olacaq ən bahalı avadanlıqlar almışam. İndi isə hər kəsin səyahət üçün gəldiyi ölkədə yaşayıram. Bir də belə tip rəylər var ki, özün niyə milyonlarla baxış yığmırsan? Əvvəlcə onu deyim ki, mənim milyonluq videolarım var. Ən əsası isə tələbələrim də milyonluq baxışlar yığır. Amma məsələ ondadır ki, hər kəsin məqsədi eyni deyil. Kimlərsə reklamlar almaq istəyir, tanınmaq istəyir və sadəcə viral olmaq istəyir. Amma mənim kimi ekspertlər, yəni xidmət sahəsində olanlar, həkimlər, müəllimlər, SMM sahəsində olanlar və s. Bizim kimi insanlara milyonlarla baxışlar yox, potensial müştəri lazımdır. Çünki baxış həmişə qazanc demək deyil. 100.000 baxışlı video heç bir satış gətirməyə bilər. Amma 10.000 baxış yığan video sənə tələbə, klient və real qazanc gətirə bilər. Yəni mənim məqsədim sadəcə viral olmaq deyil, məqsədim bloqu qazanca çevirməkdir. Dünyanın istənilən nöqtəsində yaşasam da onlayn işləmək və buradan gəlir əldə etmək. Əgər mən yalnız baxış üçün gülməli kontent paylaşsam, o zaman milyonluq baxışlarım olar. Amma o videolar mənə tələbə və müştəri gətirməyəcəksə, mənim sahəmdə onun nə mənası var? Uzun sözün qısası, düzgün strategiyanız olsa, bu sizdə də alına bilər. Mayda keçirəcəyim təlimə sabah start verirəm. Bu arada iyun təliminə yazılmaq istəyənlərə də əla xəbərim var. May ayına çatdırmayanlar, amma iyun ayına qeydiyyatdan keçmək istəyənlər indidən endirimlə B ödəyərək yer tuta bilər. SMM təliminin ilk modulunu bugün tam yenilədim. İlk dərsdən siz artıq Instagramın potensialını anlayıb, profilinizi düzgün qablaşdırıb, düzgün kontent strategiya qurub, hədəf auditoriyanıza çatmağı öyrənib, rəqib analiz etməyi öyrənəcəksiniz. Və bu hələ yalnız birinci dərsdir. Qeydiyyat üçün mənə direktə yazın.